Buyurun benim. Çok sağ olun dostlar. İlk önce ben dedim ki ilk sözü birlikte görürsünüz. Değerli tekniklerimiz çok sağ olun. Hemşe hürmetli, izzetli, sevinçli, şerafetli. Çok sağ olun, var olun. Maya Hanım, bu bir bəhanədir. Ya heç kim bizə xan demişən hamımız bəhanə, sıfır bəhanə. Yəni ad günümü təbrik eləmək üçün, toplaşmağımız üçün bir bəhanə. Çok sağ olun. Sən yaxşı xanımsan, Çok sağ olun. nəzakətli, ədəbli, Çok sağ olun. ərkanlı, Çok sağ olun. hər şeyi yerində, Çok belə rəhbər olmağa layiq olan bir xanımsan. Çok sağ olun, var olun. Mən də Teşekkür ederim. qrupumuz adından hər kəs təbii ki, özünü təbrik edərək, sizi ürəkdən təbrik edirəm. Çok sağ ol canım, minnettarım. İlk öncə ailə saadəti, evlad, nəvə sevinci və yeni yaradıcılıq, uğurlar arzulayıram. Çok sağ olun, var olun. Arzu edirəm ki, həmişə elə dostların sevimlisi olasınız. Çok sağ olun. Bundan bəxtəvər, bundan yaxşı bir arzu ola bilməz. Çok sağ olun, var olun. Teşekkür Həmişə ederim. dostların sevimlisi olasınız. Çok sağ olun. Bunun içərisində hər şey var. Var. Evet. Sağ olun. Minnettarım, sağ olun, çok sağ olun. Var olun. Var olun. Çok sağ olun. Bir de sözü vermeyi bölümde çok hürmetli, benim değerli bacım. Sintasım. Gariptasım, garipte yaşayan, insanın yüreğe kazanmasam var mı zekat alın? Çok sağ olun Gülüm Hanım. Çok sevinirəm ki, baxmayaraq ki, neçə illər bundan qabağa sizlə tanışır və yenə də talih bizi gətirdi, burada birləşdirdi. Mən sizlərlə həmişə fəxr edirəm. Çox gözəl insanların əhatəsində olmaq, valla bu fida elə şeydir ki, Zülfiyə xanımın sözünə görə deyirəm, bu maddi fidadır, amma biz hamımız mənəviyyat adamlarıyıq. Böyle. Bizi birləşdirən mənəviyyatdır. Və inanın ki, belədir. Biz ola bilər ki, son tikəmizi hamımız yarı böləyək, az qalmarıq. Çünki hamımız bir-birimizə o qədər hörmət və ehtiram bəsləyirik. Böyle. Bugün isə bizim gözəl Maya xanımın ad gününə yığışmışıq. Maya xanım o qədər gözəl insandır ki, neçə gündə onun ad günü davam edir və hamı həqiqətən ürəklə onu qeyd edir. Yəni bu insan o məhəbbəti özü qazanır. Çok sağ olun. Səmimiyyəti ilə, mehribançılığı ilə, Çok sağ olun. çox şirin dil olmağı, gözəlliyi ki, daim yəni baş əyirəm. Çok sağ ol canım, minnettarım. Çok sağ olun. Bu güzel hoş sözlere gelin. Maya xanım mənim həm yerimdir, həm çox sevdiyim bir insandır. Canım. Yəni bunlar hamısı privatlan ruslar demişlər. Teşekkür. Sən sağ Sağ ol. ol, sağ ol canım, sağ ol, minnettarım. Allah razı olsun. Ben Karabağ Ben de Maya Hanım'ı tebrik ederim. Bir sene böyle güzel günlerine çıksın. Allah can sağlığı versin. Ailesiyle, Evet, evlatlarıyla birlikte. Çok sağ ol, var olun. Güzel günler arzular. Çok sağ ol, çok sağ ol. Sağ olun, çok sağ olun. Çok sağ olun. Sevgilim bu günleri ben çok uzun fasıleden sonra güzel insanlar arasında. Çok sağ ol canım. Bir aylık kanikoluydu. Bir aylık kanikoldan sonra değerli insanlar arasında. Değerli insanlar arasında olmak insanın en büyük sağlamlığı ve hoşaflığıydı. Böyle. Ona göre de Maya Hanım değerli hanımdı. Çok sağ olun, var olun. Çünkü vatanımızın azadlığımızı uğrunda onun elə bir can parçası gelir. Çok sağ olun, var olun. O can Allah parçası benim emrim. kardeşin parçasıdır.
Çok Bizim sağ olun. başımızın tacıdır. Çok sağ olun. Var. Derdimizin əlacıdır. Çok sağ olun. Təbrik Minnettarım, edirəm. sağ olun. 100 yaşa, 150 yaşa. Sağ olun. Həmişə xoşbəxt, gözəl dostlar arasında Bəli, yaşa. bəli, bəli. Çok sağ olun. Var olun. Ailənlə həmişə xoşbəxt ol. Çox sağ ol. Nələrinlə fəxr elə. Biz dostlarından fəxr elə. Sevgi götür hər birimizdən. Amin. Amin inşallah. Çok sağ olun. Çok teşekkür ederim. Çok güzel kadın. Çok. Bəli, bəli. Ürəyimizdə yerim var. Həqiqətən ürəyimizdə yerim var. Öz fikrinizdə sakit Hə, bir adam. bəli, Mən bəli. bu adama Çox, hörmətim var. çox, hörmətim çox, var. çox. Həqiqətən də. Bəli. İlk gündən sizlər mənə qəlbimə yatmışsınız. Çox sağ ol canım. Allah bilərdim ki, biz də əkizlər görüşük. Amma mən sizə gözəl, yaradıcılıq arzulayıram. Çox sağ olun. İnsanın əlləri olmaq bir şeydir, yaradıcılıq olmaq bir şeydir. Mən sizə xoşluq həyatlarınızı. Çok sağ olun, var olun. Teşekkür. İşıqlı, ümman, geniş, dərya Çox gözəl təşkəri. sözlər. Aynı güzel. Çok sağ ol, çok sağ ol. Var olun, var olun, var olun. Güzel bacım, teşekkür ederim. Hoş sözlere göre. Sağ olun, sağ olun. Sağ olun. Sağ ol. Bəli. Uzun ömür canı sağ olun. Teşekkür ederim. İnsanın güzelliği neden ibaret? İnsanın güzelliği onun əsl insanlığı, insanlığa qarşı münasibəti, insançılığı, ədalətli, onun cəmiyyətdə özünün kim olduğunu göstərməyini təsvir edir. Ona gözəl insan verir. Bəli. O cümlədən də mən sizi yaxın olaraq tanımışam, onu tanımışam. Siz həm savadlı, Çok sağ olun, çok, mehriban, ədalətli, bunu da xoşbəxtdir. çok sağ olun, çok sağ olun. Bunu ailələrində gözəl fayda arzu edirəm. Teşekkür ederim, var olun. Bu həyat insan Allah verən ömrü yaşayır. Evet. O cümlədən sizi belə o deyəcək ki, təravətli, hürmətli, sədaqətli yaşam olmanızı təbrik ediyorum. Çok sağ olun, var olun. Teşekkür edirik. Güzel, hoş sözlere göre minnettarım. Diyecek o yesin, o yesin. Yerin güzelliği bu. Yerin yetişmiş. Mən də Maya xanıma sənin ürəkdən təbrik edirəm. Çok sağ ol canım. Necə dillərə çıxasın. Öz ürəyindəki arzuları var, arzuları. Çok sağ ol canım, çok sağ ol. Ürəyim var. Çok sağ ol canım. Teşekkür ederim, var olun. Allah razı olsun. Minnettarım. Ben de şimdi sen onu çekersen. Kumru Hanım, söz sizinle. Bunu tam desin sonra ben diyeceğim. Hə. Mən bizə hamıya təşəkkür edirəm. Bura gələnlərə, buraya insanlara, ona görə ki, burada şairlər qurbanlarından o qədər doğmadı ki, o qədər əzizdir. Demək olar ki, mən o qurumda özümü tapmışam. Elə bilmək ki, okyanın dibində ki, Əlisən mübarəzət dildə, okyanın dibində. Onun ayaqlarını bizə çıxardı. Belə mümkünləşdir. Bu qrupda mən özümü tapmışam. Birinci, mənim qəlbimə, ruhuma yaxın olan adamlar var. Nəzakət xanımız buyurdu. Yemək, içmək mənim üçün önəmli deyil. Bir dənə şeir deyirsən, o məndən ötürü eləməklə ki, hər şey. Gün ərzində mən bəlkə də ancaq ki, şeirlərə qulaq asıram, və musiqiyə qulaq asıram. Bu günlərdə gələn gözəl Maya xanım, doğrudan da onun elə adı kimi, özü kimi, xəsiyyəti də gözəldir. Allah gözəllərə, qəlbi gözəl olan adamdır. Qəlbindəki gözəllik var. Hamıya ki, kimin qəlbini necədir, qarşı tərəfi də elə görür.
Maya xanım elindən əli bu neçə illəri ki, bir yerdəyik, bir dəfə kimlərsə qeybət eləsin, kimsə bizim desin, kimsə yaxşı. Ancaq biz yaxşılığa doğru onunla mən sözlər düşünmüşəm. Çox sağ olun. Bu günlərdə yenə Maya xanımın ad günüdür. Ona görə biz yarışmışıq, toplaşmışıq. Çox Allah buna razılaşıb. Sabah sabah idi. Yəni hər kəsə təşəkkür edirəm. Çox sağ olun. Bayanlarına təşəkkür edirəm. Məsafədən, baxımlarına təşəkkür edirəm. Maya xanımı da təbrik edirəm. Ona can sağlar. Çox sağ olun. Hansı sözlərdə görmək istəyirsə Maya xanım. Allah sənə ondan Çox sağ olun. daha böyükdən yetələrsin sənə. Çox sağ olun. Balaların xoşbəxtliyi. Çox sağ olun. Ailə xoşbəxtliyi, qanun xoşbəxtliyi. Dünyada da Allahın insan üçün hansı gözəlliklər var, onlar da istəyirsən Allah sənə rəsq edir. Sağ olun. Çox sağ olun. Var olun. Teşekkür ederim. Teşekkürler. Razı olsun. Koy ben de diyeyim. Aziz dostlar, bu güzel günü, bu güzel, harika bir gün diyeyim. Yani ki bu 10 dakikadan, 5 dakikadan sonra tarika yazılır bugün. Bu güzel tarihi günü mənə yaşatdığınız için hepinize ayrı-ayrı teşekkür ederim. Var olun. Ne yaxşı ki varsa, ne yaxşı ki benim əhatəmdə sizin kimi sağlam düşünceli, güzel qəlbli, könlü güzel insanlar var. Sizlerle həqiqətən fəxr edirəm, qürur duyuram. İnanın ki, belə en çok vaxtları belə istəyirəm ki, qrupda keçsin. Çünki o qrupda dərdi qəlbi də belə unuduram. Gözəl insanlarla həm söhbət oluram. Yəni burada, özü burada olmayıb. Ürəkləri burada olanlara da buradan belə çox salam dualar ərmağan edirəm. Gəlmişkən var deyirəm. Sizlərə də çox sağ olun, var olun. Mənə nə arzuluyursunuzsa, mən də sizlərə arzulayıram. Sağ olun, var olun. Teşekkür ederim. Sağ olun. Sağ olun, sağ olun, sağ olun. Teşekkür ederim. Şerefe. Şerefe. Sağlığınıza. Şerefe. Sağlığınıza, sağlığınıza. Güzel insanlar.